Salamlar hər kəsi. Mən Qalib Şıxıyev. Bu gün sizin qarşınızda yeni bir layihə ilə çıxmışam. Əvvəlki videoda qeyd elədiyim kimi, bu gün sizinlə inşaat mühəndisliyi və əlavə olaraq da bunun yanında layihə rəhbərindən danışacağıq. Necə layihə rəhbəri olmaq olar gələcək müddətdə, gələcək zamanda. Bundan əlavə kimlər inşaat mühəndisi ola bilər? İnşaat mühəndisi üçün nələr lazımdır? Dili, universitet və sair şəxsi xüsusiyyətlər o haqqda məlumatlar əldə edəcəyik. Bugünkü qonağımız Ağamalı Qurbanovdur. Bir çox yerli və xarici inşaat layihələrinin rəhbəri olmuş şəxsdir. İstəyərəm ilk öncə Ağamalı Qurbanovu yaxından bir tanıyaq. Salam Qalib. Salamlayıram, ağamladım sizi. Salam, çox sağ olun dəvətiniz üçün. Çox xoşdur. Mən üçün də xoşdur sizi burada görmək. İstəyərdim həm mən, həm də izləyən izləyicilər sizi bir yaxından tanıyaq. Daha sonra suallara keçək. 2005-ci ildə institut bitirdikdən sonra işləməyə başladım. Hətta institut illərində işləməyə başlamışdım. BP-də Şahdəniz Arif layihəsində mühəndis köməkçisi kimi işləməyə başladım. Daha sonra BP, AMEC bu kimi şirkətlərdə mühəndis kimi işlədim. Ondan sonra Azmeko şirkəti var idi, indiki Sokar Metanol, orada layihə koordinatoru və daha sonra artıq layihə rəhbəri kimi işlərimi davam etdirdim. Gürcüstanda 7 il işlədim. Koreya, Malayziya, İngiltərədə müəyyən müddət eyni şirkət nəzdində başqa layihələrdə işlədim. Azərbaycana geri qayıtdım Gürcüstandan sonra 2018-19-cu illərdə Sokarda Qarabağ neft yatağının layihə rəhbəri işlədim. Ən böyük layihəmiz o idi mənim karyeram üçün. 2.4 milyard dollarlıq bir layihə idi. Daha sonra hal-hazırda işlədiyim şirkət Evraskon'a gəldim. Evraskonda bir liman tam tikib təhvil verdik. Kollektiv olaraq sifarişli Siemens şirkəti idi və hal-hazırda da Ağşəhərdə Asma körpünün layihə rəhbəriyəm. İnşallah bir iki aya onu da tikib təhvil verərik. İnşallah müəllim. Mən xoş oldu, həmçinin izləyicilər də xoş oldu ki, sizi yaxından tanıdıq. İstəyərdim ki, əvvəlki videolarda qonaqlarımıza ilkin suallar eyni idi. Kimlər inşaat mühəndisi ola bilər və bunun davamında gələcəkdə layihə rəhbərliyinə yönələ bilərlər? Yaxşı sualdır. Kimlər inşaat mühəndisi ola bilər? Kimlər inşaat mühəndisi ola bilərdən çox bu sualı belə cavablandıraq da. Kim inşaat mühəndisi olmaq istəyər? Mənim özümü riyaziyyatı yaxşı bilirsən, coğrafiyanı yaxşı bilirsən, ingilisini yaxşı bilirsən, get iqtisadiyyatı oxu kimi bir yönləndirmə oldu və o sahədə də oxumağımız davam elədik, yüksək balla institut və s. Amma institut tərəfəsində baxıldıq ki, yəni gələcəyimizə qoyulan məqsədlərimiz var. Bu məqsədlərə çatmaq üçün bu istiqamətdə oxumağım düzgün deyildi və mən oxuma kursumu dəyişdirdim. Müəyyən texniki kurslar və s. institutu dəyişdirdim. İnşaat mühəndisi kimlər ola bilər? İlk belə deyək, kim inşaat mühəndisi Yəni olmaq istəyir? hansı şəxsi xüsusiyyətlər Kim olmalıdır? inşaat mühəndisi olmaq istəyirsə, o adamların birinci işini sevməlidir və inşaat mühəndisi olmağı sevməlidir. Yəni iş xətrinə bu gün inşaat sahəsində iş var, mən gedim orada inşaat mühəndisi olum. Okay, bu adam mühəndis ola bilər. Yəni daha doğrusu üzr istəyirəm, inşaatçı ola bilər, amma inşaat mühəndisi yox. Yəni inşaatda işləyə bilər. Adını inşaat mühəndisi qoya bilər, amma inşaat mühəndisi deyil. Amma xüsusiyyət olaraq ən azından texniki bilikləri güclü olmalıdır. Yəni riyazi anlayışı, məntiqi, həndəsə anlayışı yaxşı olmalıdır. Yəni o sahəni belə şifahi dildə, lor dildə desə belə ayırmış olsaq, texniki və hüquqi tərəflər, yəni biliklər olaraq texniki bilikləri daha çox olanlara üstünlük verilir. Yəni insanın düşüncə tərzi də texnikidir, hesab var, hansısa bir kobud şəkildə desə bir həcmi hesablaya bilir və s. bir kvadratın yaxud bir düsturu bilirsə, yəni bunlara daha çox inşaat mühəndisi olma imkanı var. Gələcək üçün, layihə rəhbəri olması üçün isə mühəndislik, institut təhsili, universitet təhsili, magistratura təhsili ilə bərabər daha çox insanın bir iş ardıcıllığı da olmalıdır və bu sahə üzrə işləməlidir. İnşaat mühəndisliğini qutarsın, keçsin IT sahəsində işləsin, sonra da gəlsin mən layihə rəhbəri olum. Biraz belə deyək də qeyri-professionaldır və düzgün də deyil və heç bir düzgün effekt də verməyəcək. Bu sahə üzrə oxusun, bu sahə üzrə öz ixtisasını davam eləsin, işini bu sahə üzrə görsün və öz üzərində müəyyən kurslar mı deyim, treninqlər mi deyim, onları təkmilləşdirsə, bir inşaat mühəndisi, texniki savadı olan bir gəncimizin, bu sahə üzrə işləyən bir insanın, oxuyan bir insan gələcəkdə də bir mühəndis və layihə rəhbəri olma şansı var. Bəs müəllim elə bu sualın davamı kimi desək, burada hansı universitet seçimidir? Burada ümumiyyətlə biliyin önəmi nə qədərdir? Yəni dil biliyidir, burada yerli və xarici sertifikatlar alınmalıdır. Bilmirəm yerli varmı bu sahə üzrə sertifikatlar? Universitet seçimidir, həm yerli, həm xarici ola bilər. Bundan əlavə proqramlardır, hansıları öyrənmək daha yaxşı olar? Bu haqqda bir məlumat verərsiniz. Universitet seçimi deyib, Azərbaycan universitetləri çox gözəl təhsil verirlər, həqiqətən. Amma
xarici universitetlərin də belə deyək, Azərbaycan universitetlərinin verdiyi bəzi diplomları bəzi ölkələr tanımır. O məsələlərə bir yanaşma var. Əgər Azərbaycanda öz insan karyerasını davam eləmək istəyirsə, bizim Memarlıq və İnşaat Universitetimiz çox gözəldir. Baş Bakı mühəndisliyi. Mühəndislik Universiteti çox gözəldir. Neft sahəsi üzrə işləmək istəyənlər üçün Ali Neft Məktəbi. Bunlar hamısı yəni və bir neçə belə universitetlərimiz və məktəblərimiz, ali məktəblərimiz var. Hamısı ki, çox gözəldir. Bilmək üçün, kurslar üçün AutoCAD, yəni bu belə deyək də məcburdur, mütləqdir. İngilis dili zamanımızın tələbidir. Bir neçə dil bilmək, birazdan Çin dilinə ehtiyac olacaq. Çünki Azərbaycan Çin bazarına daha çox yönəlir bəzi məsələlərdə və mühəndislər üçün də ehtiyac var ona. İnşaat sahəsi üzrə, civil engineering üzrə türk məktəbləri çox güclüdür. Xarici məktəblər, xarici universitetlərə də üstünlük vermək məncə məntiqə uyğundur. Azərbaycan məktəblərinin, universitetlərinin bir kurslarla bağlı adını çəkib reklam eləmək istəməzdim. Çox kurslarımız var. Azərbaycanda da var, xaricdə də var. Onlayn kurslar var. Direct yəni belə deyək də birbaşa canlı kurslar var. Mühəndislik üzrə kurs AutoCAD olsun, Primavera olsun, bayaq layihə rəhbəri idi, misal üçün proqramlaşdırma. Çox kurslar var ki, öyrənmək olar. Sırf mühəndislik üzrə ən birinci biləcəyi şeylər kurs olaraq soruşdu. Yəni proqram olaraq dediniz AutoCAD və ingilis dilini ən azından bilməsi artıq şərtdir. İngilis dilində daha çox mən fikir vermişəm ki, rus dili daha çox sahədə istifadə olunur. Hal-hazırki dövrümüzdə. Deməzdim. Elə deyil. Yox, deməzdim ki, Biz nə AutoCAD. deyirəm, mənim orada məsələn tikintidə bəzi sertifikatlar var ki, bizdə hələ də rus dilindədir deyə. Bəzi şeylər var ki, onlar hələ ki keçməmişik. Məsələn ingilis O nədir mən sizə deyim, Qalib bəy. Bizim işlədiyimiz Azərbaycan, bizim coğrafiyamız GOST-la işləyir. GOST-un sertifikatları, GOST-un tələbləri keçmiş SSR-dən qalma bəzi tələblərdir. Amma iş olaraq çertyojların çəkilməsi olsun, hansısa bir hesabatlar və s. hər biri ingilis dilində də var. GOST-un özünün belə axtarsın ingilis dili versiyası var və rus dilli baza, əgər bizim gənclərimiz rus dili üzrə özlərini daha inkişaf elətdirmək istəyirlərsə, onların işləyəcəyi coğrafiya SNG dövlətləridir, yəni MDB dövlətləridir. Kənarda onların işləmə şansı demək olar sıfırdır rus dilinə bağlı. Amma ingilis dilindən hər bir yerdə işləmək olar. Bu rus dilində təhsil almayın anlamına gəlmir qətiyyən. Rus dilində təhsil almaq istəyirsiniz alın və yaxud əlavə rus dili öyrənmək istəyirsiniz o da ola bilər. Amma ingilis dilinə daha çox üstünlük vermək lazımdır və rus dilində təhsil alanların bir dənə də böyük minuslarından biri Azərbaycan dilində təhsili yaddan çıxardırlar. o da var. Azərbaycan dilində təhsil alınmaq kimi temanı heç toxunmuram, çünki bu bir nömrəli şərtdir. Azərbaycan dili ana dilimizdir, bu bilinməlidir və hər bir terminologiya, çünki dövlətimizdə inşaat mühəndisləri olsun, memarlarımız olsun və s. bizim hər hansısa bir belə deyək yerli şirkətlərimizdə Azərbaycan dilində sənədlər təqdim olunur. Nazirliklərə, çıxarılışların alınması, icazələrin alınması, bunlar hamısı Azərbaycan dilində və bunlar bilinməlidir. Azərbaycan dili 100% bunu mən heç toxunmadım bu temaya, bu toxunulası bir tema deyil, yəni məcburdur, mütləqdir. Yəni ən azından bir insan olaraq bilmək ki, bu bizim ana dilimizdir. İngilis və rus dili arasında seçimdə isə məncə ingilis dilinə daha çox üstünlük verilməlidir. Rus da olursa olsun, burada niyə də yox. Aydındır mənim fikriniz. İstəyirəm bir növbəti sualımıza keçək. Demək, sahə haqqında danışdıq. Əvvəlki, yəni universitet seçimidir, dilli və s. İndi bunun həm sahə, həm ofis tərəf var. Yəni bunun çətin tərəfləri nədir? Və yaxud da bunun gələcəyi vədləri nədir? Məsələn, çətin tərəfləri bilsək, yəni özümüzü hazır etsək, gələcəkdə bunların ayrılacaq. Bura maaşdır, karyeradır. Qəşəng sualdır. Çətin tərəfləri, hər bir işin çətin tərəfi də var, asan tərəfi də. Çətin deməzdim. İşin ağır tərəfi var, yüngül tərəfi var. Gələcəkdə qoyacağınız məqsəddən asılı olaraq layihə rəhbəri fikirləşirsiniz və yaxud daha irəli CEO və yaxud daha irəli hansısa bir vəzifələri fikirləşirsinizsə, daha çətin və daha ağır addımlarla, daha ağır yollarla gəlmək lazımdır ki, sonra hansısa vəzifədə arxada boşluğumuz qalmasın. Hansısa bir tez yolla gəlib layihə rəhbəri olma şansı da var insanın. Oldu bir imkandı, düşdü, getdi hansısa bir layihə, tez gəldi, layihə rəhbəri oldu. Bu şəxs, bu gələcəkdəki mütəxəssis sahədən xəbəri olmayacaq və sabah sahə hansısa başqa biraz yaşlaşdıqca, biraz böyüdükcə, başqa şirkətlərdə, böyük şirkətlərdə işlədikcə sahədə olan ən primitiv şey də layihənin gecikməsi, layihə rəhbərinə sahə o işi gecikdiribsə, istədiyi kimi diktə eləyəcək və sən də sahəni bilmirsənsə, sənin buraxdığın bir səhvdir və onlara inanmaq məcburiyyətində qalarsan və sən də öz növbəndə yuxarı rəhbərliyə məruzə eləyəsən ki, bu səbəbdən gecikib ki, halbuki elə deyil. Yəni misal bir dəfə sizə danışmışdım onu. Sahədə svay vurulacaq, qazma maşını işləmir. Daha doğrusu işləmək istəmirlər, külək əsir və yaxud yağış yağır. Gəlib ki, bəs layihə rəhbərinə məruz olun ki, güclü yağış var, svay qaza bilmirik. Ha, okey, problem deyil.
Qazma maşınından yağışın heç bir əlaqəsi yoxdur da. Külək olsa başa düşərəm, karkas qaldırırsan və sair və ilaxır. Ona görə də çətin tərəf odur ki, 9-6 iş saatı maalesef deyək, o saat anlamını yaddan çıxartmaq lazımdır bizim gənclərimiz üçün. Öz üzərində işləməlidir. 6-da işin qurtara bilər. Amma 6-dan sonra ya işdəmi, ya evdəmi qalıb öz üzərində işləməlisən. Müəyyən əziyyətləri çəkməlisən ki, hansısa gələcəkdə bir uğurlara addım atasan. 9-6-nı, yəni bizdə yenə də mən görmüşəm də 6-da məndən tez sahədən çıxan cavan uşaqlarımız var idi, tələbələrimiz var idi, gəlirlər praktikaya. 6-da baxırdın ki, yoxdular. Hə, nə oldu, hara getdi? Bəs mən tələbəyəm də, mən gəlmişəm praktikaya. Sənin praktikaya gəlməyin bizə lazım deyil, sənə lazımdır. Sən qalmalısan sahənin sonuna qədər görməlisən sahədə hansı işlər gedir. Çətin tərəfləri biraz özümüzə ayıracağımız bir vaxtı sıxmalısınız. Yəni işin başqa çətin tərəfi yoxdur, işdir, iş. Onsuz da əziyyətli də olur, yüngül də olur. O Biraz mən gedəcək. tikinti ağır iş şəraiti olur, o da var. Ağır iş nəyə deyirsiz? Yəni kran deyirsiniz ki, yük qaldırasınız. Ağır iş sadəcə Yəni sizin ağır iş nə zamanınız. deyirəm? Məsələn, bir var ofisdə oturasan işləyəsən, bir var sahədə həm tozlu, torpaqdır. Məsələn, bunu nə etmək istəyirəm? Bura cinsiyyəti, yəni önəmi nə qədərdir? Çünki xanımlar daha çox inşaat mühəndisliyinə yönəlmirlər. Baxın, orada razıyam. Dediyiniz həqiqətlə razıyam. Yəni o Amma sahə çətinliyinə görə yox, o yönəlmirlər. sahə çətinliyi ilə bir əlaqəsi yoxdur. O mentalitetlə bir əlaqəsi var. Bizdə qadınlarımızı, qızlarımızı, bizdə misal üçün Sokarda qadınlar tanıyıram, BP-də qadınlar tanıyıram ki, çox gözəl mütəxəssislərdirlər. Platformalarda da işləyiblər, tikintidə də işləyirlər. Qarabağ layihəsi olsun Sokarın hal-hazırda Sokarda upstreamdə, midstreamdə, downstreamdə xanımlar var, elektrik, mechanical injinerlər, qəti əlaqəsi yoxdur çətinliyi ilə. Yenə deyirəm, işin Bəs niyə görə mən azdır məsələn inşaat mühəndisliyi görə? Çünki mən özüm oxuduğum vaxtda İnşaatda kişilər çoxdur. Yəni üzr istəyirəm, bəlkə də deyiləcək bir tema deyil və tikintinin ağırlığı, birdən əli hardasa ilişir qalır, birdən iş yetmir. Belə deyək də, senzur olunmayan bir sözlər istifadə oluna bilir və mentalitet olaraq da bizdə atalarımız, analarımız, əmilərimiz, dayılarımız xanımlarımızı o cəmiyyətdə işləməyə qoymurlar. Səbəb budur, başqa bir səbəb yox. Mənim şəxsi fikrim də, bəlkə də yanılıram. Yəni heç bir sahədə işləyən inşaat mühəndisinə, istər kişi olsun, istər qadın olsun, heç kim demir ki, götür o kubiki oradan ora qoy, o daşı oradan ora qoy. Onun üçün xüsusi belə deyək də, yəni o ifadəni istəmirəm, heç vaxt çox vaxt istifadə edirəm. Fəhlə var. Bu işi o görür. O zəhmət olmasa o daşı oradan ora daşı. Mühəndis o işi görmür. Mühəndis nabarat. Mühəndis o işin orada görülməsinə nəzarət eləyir, onu yoxlayır, onu təsdiqləyir. Bu iş görüldü, bu görülməlidir, görüldü və yaxud görülməməlidir, niyə görülmədi? Mühəndisin işi budur. İstər sahə mühəndisi olsun, istər ofis mühəndisi də eynən. Hətta mən tam tərsinə, ofis mühəndisinin oturub saatlarla, günlərlə kompüterin arxasında çertyoz çəkməyi sahədə açıq havada gəzməkdən daha çətindir. Oradan havası da okey, toz da ola bilər, palçıq da ola bilər, yağış da ola bilər. Çətin bir şey deyil ki. Mən 20 ildən çoxdur sahədəyəm, bəlkə də buna görə belə danışıram, amma mən orada bir çətin bir şey görmürəm və xanımlarımız üçün də çətin bir şey yoxdur. mən belə deyək də, xanımlar hansı düşüncəni atsalar və yaxud da valideynlər də götürsək, daha çox bundan sonra mən tələbələr yönələr, İctimai inşaat mühəndisi seçərlər. ictimai qınağı. Mənim qızım orada işləyir, nə deyərlər? Qıraqdan mənim qızıma nə deyərlər? O düşüncə çıxsa ağıldan. Çox gözəl memarlarımız var, dizaynerlərimiz var. Mənim qızım memarlıq oxuyur və işləyir də bu dəqiqə. Dizayn memarı o bilinən. Sahədə Əslində dizayneri daha çoxdur məsələn xanım. Amma Sahədə də olur. Biz niyə ki, dizayn memar o demək deyil ki, otursun arxada kompüterin arxasına çertyozunu çəksin, versin sahəyə get bunu icra elə. Bəs nəzarət, avtor nəzarəti çəkdiyi şey gəlib sahədə təhvil almalıdır. Sən bunu eləmisən yoxsa yox. Xanım sahəyə gəlir, istər-istəməz gəlir. O çəkdiyi işə baxsın, okey, təsdiqini alsın ki, bəli, mənim verdiyim dizayn əsasında bu iş görülüb, bu aboy vurulub və yaxud bu pərdə asılıb. Ora da gəlinir. Və o addım gedir yavaş-yavaş. Əvvəlki, belə deyim, 10 il öncəki ilə indikinin fərqi. Mən Mərkəzi Azəri platformasında işləyəndə, yəni onlarca xanım işləyirdi orada. Gəlirdilər, gedirdilər, həftələrlə, günlərlə qalırdılar. Çətinlik bir dənə odur. Dəyişilsə, məncə düzələr. Bir yenə deyirəm, şəxsi fikirdir. Bəlkə də yanılıram. məncə də siz dediyiniz düzdür müəllim. Yəni bəzi adamlar fikirlərini dəyişir. Əsasən burada valideyn önəmi çoxdur. Yəni bəlkə də şəxs özü istəyir, xanım fərd özü istəyir ki, getsin mən sahədə inşaat mühəndisi işləsin. Həvəsi də var. Yəni tanış olduğum 1-2 nəfər var bu xanım var ki, inşaat mühəndisi olmaq istəyirlər. Sadəcə ailə baskı edir ki, ya get müəllim ol və yaxud da mühəndis olsan belə, nə bilim, kimya mühəndisi ol və Eyni yaxud da mühəndislik də kompüter mühəndisi ol. kimya mühəndisi də eyni mühəndisdir, laboratoriyada Ya o işləyir, fikirləşmirlər ki, laborator hə, sahədə. eyni şey. Ya dediyim məsələ odur. İnşaat mühəndisi adında inşaat sözü vardı ya, hamı elə bilir ki, bu tikintidə fəhlə işləyir. Qətiyyən. Yəni inşaat mühəndisi bu ali savadlı bir adamdır. Bu sahədə işləyən briqadir, prorab, fəhlə bunların üstündə olan və onların
işin hansısa düzgün və təhlükəsiz qaydada yerinə yetirilməsinə nəzarət edən bir insandır. Başqa verilmiş qrafik əsasında, teritoriya əsasında. Bir də məncə burada əmək haqqı da nəzərə almalılar ki, çox yüksək əmək haqqı var inşaatda demək olar. Həm inşaat mühəndisliyində, həm Nəyə nəzərən? Əmək haqqı kifayət qədər var və o insanın, belə deyim, işlədiyi öncəki işlərinə bağlı və biliyinə bağlıdır. Haralarda işləmisən, hansı layihələrdə işləmisən, nə kimi layihələrdə işləmisən. 50 il bina tikmisən, sabah gəlib hansısa bir böyük bir limanmı, körpümü, tunelmi, bu biraz tərəziyə qoyulacaq bir işlər deyil. Biraz Azərbaycanda modda olan işlərdən deyim də, gənclər var ki, deyir özümüzə şirkət açmışıq, işləyirik, nə iş görürsüz? Novostroyka alıb təmir edib satırıq. Yəni bu ilə inşaat mühəndisliyi bir tutulmasını da xahiş edirəm. Əjdaha kimi layihələrimiz var, böyük layihələrimiz var. Orada işləyən bizim inşaat mühəndislərimiz var, qadınlar da var, kişilər də var. Bəli, əmək haqqı əgər tərəziyə qoyularsa, kifayət qədər də yəni yüksək əmək haqqı verilir. bizi dəyişir mən həm inşaat mühəndisliyi əmək haqqı, həm də layihə rəhbərində. Yəni minimal nə qədər başlayır, nə qədər yüksəlir. Bu dəqiqə onu demək biraz düz olmaz, çünki fərqli-fərqli şirkətlər var. Bayaq dediyim kimi fərqli layihələr var. Böyük layihəsi var, kiçik layihəsi var. Yəni ortalama deyək ki, məsələn bu dəyişir. İnşaat mühəndisləri normal, əgər sıfır inşaat mühəndisi demirik də, hər halda müəyyən bir staj yığmış, bir oput yığmış inşaat mühəndisindən danışırıqsa, 1500-2000 manatdan başlayır və yuxarıya doğru. Layihə rəhbəri də həmçinin 4000-5000 manatdan başlayır, yuxarıya doğru maaşlardır. Yəni Azərbaycan bazarı bu dəqiqə real bazar budur. O da eynən dil bilikləri, kompüter və yaxud hansısa proqram bilikləri, işlədiyi layihələr, hansı layihələrdə işləyib. Layihə rəhbəri üçün ən vacib şeylərdən biri o işinə baxanda, CV-sinə baxanda layihəni bitirib bitirməməsidir. Layihə rəhbəri var ki, layihədə işləyir, layihənin yarısında çıxır gedir, başqa layihədə işləyir. Hansısa qonorara görə. Ki o layihə rəhbəri üçün ən qəbul olunmaz işlərdən biridir. Mən işdə hər hansı bir problem olsa belə, ola bilər işdir. Layihə rəhbəri ilə rəhbərlər arasında problem olsa belə, layihəni bitirmək lazımdır. Layihə rəhbərinin qabağında duran ən böyük məqsəddir. Özdə mən layihə rəhbərində maksimal məbləğ da yüksəkdir. Yəni maaş elə olur məsələn 20-25 min və yaxud 30 min daha yuxarıda Var, çıxabilir. Yəni bunu nəzərə alıb mən deyərdim ki, bu sahələrə yönəlsinlər. İnşaat mühəndisi davamında özünü inkişaf etdirib layihə rəhbərliyinə. Yəni inşaat mühəndisinə yönəlsinlər və yaxud layihə rəhbərinə yönəlsinlər, pul məsələsinə görə deyil, sevsinlər işi. Yəni pul məsələsinə görə yönələcəksə, hasansa o pul onu sıxacaq. 40 min alasıdır, baxasıdır başqası başqa bir sahədə 50 min alır. Bizim yanımızda yoldaş işləyir, 2000 manatdan yüksək maaş alır. Deyir mənim dostum IT-də işləyir, 5000 alır. Bəlkə mən sferanı dəyişim IT-yə və hələ də insan özünü tuta bilmir, tapa bilmir bir yerini həyatda. Amma işini sevən adam, demirəm, yəni başqa yerdə 5000 verirlərsən, burada 2000 al, qal bu işi gör. Xeyr, 5000-ə can at, 10.000-ə can at, 50.000-ə can at, amma sevdiyin sahə üzrə. Doğrudan da insan inşaat mühəndisliyini, inşaatı sevirsə, tikintini sevirsə, mən layihə rəhbəriyəm. 15 ildən çoxdur layihə rəhbəriyəm və mən ofisdə oturan layihə rəhbəri olmağı sevmirəm. Yəni bayaq mən tikintini sevirəm, ona görə də o işi davam etmək istəyirəm. Eynən gənclərimizə də həqiqətən tövsiyəm budur, xahişim budur. Sevirsinizsə bu işi davam edin. Gedin, gələcəkdə də qabağınıza məqsəd qoyun. Hansısa bir böyük bir vəzifəm olsun, target olsun, ondan bunu irəliləyin. Burada layihə rəhbəri necə olmalı var? Yəni tamam inşaat mühəndisi oxudu. Burada mən bildiyim qədər iqtisadi bilik də önəmlidir. Layihə rəhbərinə iqtisadidən çox maliyyə biliyi, həm təbii ki, mühəndislik biliyi mütləqdir və maliyyə biliyi də önəmlidir. Yəni inşaat mühəndisi verilən çertyujla əsasən sahədə işi icra eləyir. Layihə rəhbəri bir layihənin öncədən büdcəsini çıxartmalıdır, bilməlidir ki, bu layihəyə, bu stəkanı biz 10 manata istehsal eləyə bilərik və satışını da deməlidir ki, satışı da olmalıdır misal 15 manata. 5 manat şirkətin xeyri var. Mən çox kobud götürdüm 50%. Bu misal deyirəm də. Bu 10 manatın hardan yarandığını və 15 manatın da xərcini bilməlidir. Yəni işə gələndə bayaqki misala gələk, oradan da davam edir sıva işinə. Layihə rəhbəri niyə bu binanın altına misal üçün 22 metrəlik sıvay, 1000 diametrdə sıvay olmasını bilməyə bilər. Çünki onu hesabat qrupu eləyir, bilir ki, binanın hündürlüyü budur, bu yükü götürəcək və s. Amma layihə rəhbəri bilməlidir ki, minlik sıvayın vurulma maya dəyəri neçədir? Armaturu, betonu, işçiliyi, fəhləsi, mühəndis sastavı, layihə rəhbərinin öz maaşı, ofisin maaşı, bunların hamısını hesablamalıdır, büdcəni çıxartmalıdır. Yəni texniki və maliyyə biliyi olmalıdır ki, bilsin ki, bunun xərci budur. İş qrafikini tutmağı bacarmalıdır. Bayaq dediyim proqramlardan biri Primavera proqramıdır. O proqramı mütləq bilməlidir. Ən azından onun biraz daha aşağı səviyyəsi var, MS Project. Onu bilməlidir ki, büdcə ilə iş qrafikini tutuştursun. Mən bu işi 10 aya 1 milyon manata görə bilərəm və yaxud 15 aya, misal üçün 2 milyon manata və yaxud 1 milyon 500 min manata görə bilərəm.
və bunun əsasında da büdcəsini çıxardıb işini idarə eləməlidir. Və deməlidir ki, bu gün ərzində biz 10 svay vurmalıyıq və yaxud 15 svay vurmalıyıq və bunun üçün də şirkət rəhbərliyindən təchizatdır və yaxud tələblərini eləməlidir ki, maşınlar gəlsin, texnikalar gəlsin, armatur, beton və s. Yəni maliyyə, mühəndislik biliyi olmağı ilə paralel maliyyə biliyi də olması mütləqdir. Bunun üçün yenə dediyim kimi proqramlardan bayaq soruşmusunuz. Layihə rəhbəri də AutoCAD-ı çox gözəl bilməlidir. Yəni Office proqramlarını, Excel-i mütləq şəkildə bilməsi vacibdir. MS Project və yaxud Primavera. Yəni bunlar mütləqdir. Sertifikatlarla bağlı bilirəm sual yaranacaq. Bəzi sertifikatlar var ki, indi çox moda minib. Onun da səbəbi odur ki, bizim diplomlarımız, öz diplomlarımız belə. Azərbaycan məsəl üçün layihə rəhbərliyi fakültəsi yoxdur, bildiyim qədərilə. Əgər elə bir fakültə varsa, yanılmıramsa yoxdur ki, sırf layihə rəhbərliyini oxunsun. Varsa nə gözəl. Ona görə də sertifikatlara tələbat yaranır. Hal-hazırda moda minən sertifikatlardan biri PMP sertifikatıdır. Bəzi universitetlər konsorsium olaraq George Washington University ilə, Mason University ilə, Duke University ilə, Amerikan universitetləri ilə birlikdə eləyirlər, layihə rəhbərliyi kursları təşkil edirlər. Bu kurslar var ki, niyə də yox? Yəni bu kurslarda. Amma adam var ki, işləyir mühəndis kimi, gedir PMP sertifikatını alır, deyir mən layihə rəhbəri sertifikatını almışam, indi layihə rəhbəri iş axtarıram. O da düzgün deyil. O sertifikatı almaq, əzbərçiliklə o sertifikatı almaq olur. 630 səhifəlik kitabdır. Yaxşı ingilis dilində olsa əzbərləyə bilsən, o kitabdan sən layihə rəhbəri sertifikatını ala bilərsən. Amma layihə rəhbəri kimi işləmək üçün biraz çətin məsələdir o sertifikatını. Özlərini işləməlisən. İstəyirəm sizdən bir vacib məqama toxunmaq. Elə tələbələrə, gənclərə. Yəni gənclər oxuyurlar, qurtarırlar, praktikada gedirlər. Amma sonra iş tapa bilmirlər. Yəni hardasa boşluq verirlər. Çünki özünüz də görürsüz, sizin yanınıza nə qədər təcrübəli gənclər gəlir. Həm fərqli universitetlərdən. Onlar harda boşluq verirlər və yaxud da onlar nə boşluqlar var ki, praktika qurtarırlar. Şirkətlər demirlər ki, məsələn, gəl bizdə işlə. Və yaxud da həmin tələbələr universitetdə hansısa fənləri düzgün oxumurlar. Yəni başdan soğuda oxuyurlar və yaxud da hansısa fənlər düzgün keçilmir. Buna bir toxunardıq istəyərdim. Qarışıq sualdır və fərqli yanaşma var. Bir həftə 10 gün qabaq bu məsələ ilə qarşılaşdıq. İnşaat mühəndisliyi oxuyan tələbəni mən hal-hazırda Ağşəhərdə bayaq qeyd etdiyim kimi Asma körpüdə layihə rəhbəriyəm. Körpü metal konstruksiyadır. Bildiyiniz körpü 76 metrlik bir kolondur, oradan troslardır və metal konstruksiya körpünün altında dirəklər olmadan asma körpünü saxlayır. İnşaat mühəndisliyi oxuyan 2 tələbəni, adını çəkmək istəmirəm, universitet göndərib bizim Subpodrat şirkətimizə praktika. Subpodrat şirkəti birbaşa metal konstruksiya ilə məşğuldur. Bu universitetin buraxdığı bir səhv deməzdim, qeyri-professionallıq kimi bir şeydir. Yəni səhv də demək olar hətta və inşaatı bu adam oxuyub. Yəni bizim inşaat işi görən çox şirkətlərimiz var. Göndər orada praktikasını keçsinlər. Bu adam 4 il betonla bağlı, armaturla bağlı təhsil vermisiniz. İndi gəlib ingilis dilində desək civil engineering oxuyub, indi gəlib steel structure engineering işi görən bir şirkətə. Bu bir səhvlərdən biridir. Hansı ki universitet bunu təhsilini deməzdim, universitetlərimizdə təhsilimiz bildiyim qədər kifayət qədərdir. Mən oxuyanda ən azından çox gözəl təhsil alırdıq. İndi də Allah'a şükür hər şey yaxşıdır. Okey, ola bilsin xarici universitetlərlə müqayisədə biraz nəyisə daha da təkmilləşdirməyimizə ehtiyac var. Gənclərin belə özləri harda boşluq verir? Gənclərin özləri də boşluq verirlər, deyim sizə. Şirkətə gəlirlər, 0 tələbədir, 4-cü kursu təzə qurtarıb. Minimal əmək haqqı Azərbaycanda bəllidir və bizim şirkət, şəxsən mən işlədiyim şirkət minimal əmək haqqı ilə maaş vermir, daha yüksək maaş verir. Amma Boltda, Voltda və yaxud Toyda kamera çəkməklə ondan çox pul qazanır və qaçır ora. Bu da bizim gənclərin o pişiyyəsi. Bayaq dediyim məsələdir. Qaçır 5 manat, 10 manat, 100 manat, 200 manat artıq pulunu da alınır. Amma deyir, sonra da dindirəndə deyir ki, Azərbaycanda iş yoxdur. Mən deyir, əlimdə diplomum var, inşaat mühəndisiyəm, amma Toyda kamera çəkirəm. Seçimi sən eləmisən axı. Sən Toya kamera çəkməyə işini göndərməyib. Mən öz şirkətimiz üçün deyirəm, yəni bu dəqiqə işlədiyim şirkət üçün biz ağıllı, savadlı, həqiqətən özün görmüsən onu. Bəli. Qolumuz, qanadımız açıqdır, buyursunlar, gəlsinlər. O problem deyil. Həmçinin mən universitetdə də bəzi fənləri tam oxumurlar. Biraz yolaverici oxuyurlar. 10 fəndir. Deyək ki, 4-ü 5-i ixtisaslı, 6-sı 7-si qeyri-ixtisaslı. Amma məcburi şərt. Mən məsəl üçün maliyyəni oxumuşam. İmtahan xətrinə bu gün 10 dənə sualdır, 10 dənə sual əzbərləyib gəlib imtahan verəcəm. Və mən özüm üçün deyirəm, hətta institutdan müəyyən müddət sonra, universitetdən müəyyən müddət sonra mən bu səhvimi anlamışam. İndi də öz övladlarıma çalışıram onu başa salım ki, mən 2-ci qrupa gedəcəm, mən 1-ci qrupa gedəcəm, fikrini ağlınızdan çıxarın. Oxuyun bütün fənlərinizi. Bu dəqiqə 9-cu, 10-cu sinif oxuyursunuz. Tələbə də eynən. 4 dənə fənd, 16 fəndir, 5-ini 6-sını oxuyur, qalanı deyir mənə lazım deyil. Qalanı imtahan xəttini oxuyuram.
Sonra oturub fikirləşir. Əşi qalanını imtahan xəttində oxuyuramsa, qoy bu 4-5 dənəni də imtahan xəttində oxuyum. Bax, ən böyük səhv budur. Ən azından özü ixtisası bu oxumalısan ki, biləsən nə var, yəni söhbət nədən gedir. Özüm görmüşəm, yəni şəxsən gəlib praktikaya da. İnşaat mühəndisi gəlib praktikaya. Armaturun ölçüsünə görə ağırlığını çıxarda bilmən bizim tələbələrimiz olub. Niyə bu? Yəni adi riyazi düsturda 8-lik, 12-lik, 16-lıq armatur bunun ağırlıq şəkilsi var və s. Bunu bilmirdilər. Sonra da universiteti belə deyək, təqsirləndiririk ki, təhsil vermirlər. O ayrı bir temadır. Təhsilin hansı səviyyədə olması, yüksək, aşağı olması məncə mənim danışacağım bir tema deyil. Kifayət qədər də yaxşıdır, amma tələbələrimizdən də çox şey asılıdır. O Özlərində əsas bəli, işləsinlər. tələbələrdə çox şey asılıdır. Məncə bir çox tələbədə aydın oldu işi fikiriz ki, Məncə yəni boşluqları verməsələr daha çox tələbəmiz iş yer var ki, tapa bilər. universitetə girir, oxumaq xəttinə, üzr istəyirəm, oxumaq yox, ad xəttinə ki, mən universitetə girmişəm, amma gedir kursa. Okay, kursa get, sözüm yoxdur. Universitetdə oxuyur ki, get də kursa. Yəni universitet dərsini atır, gedir kursa ki, mən AutoCAD öyrənəcəm. Universitetdə AutoCAD keçilmir mən bildiyim qədərilə, daha doğrusu professional səviyyədə keçirilir. Amma ən azından bir bazası var da bunun, o bazanı belə öyrənmirlər. Və yaxud bayaq dediyim PMP kursları var. PMP kurslarının bəzi şeylərini oturub oxuyanda praktikaya çox şey var, həddindən çox şey var. Amma orada maliyyə düsturları var. İşindir, hesabatıdır, maaşlardır, işin verimliliyidir və s. Bu düsturları inanın ki, mən maliyyəçi olaraq da biz maliyyə dərslərini keçmişik. Və hamısını atıb qırağa qoymuşuq ki, bizə ehtiyac yoxdur. Amma PMP ayda 1000-2000 manat verib, üzr istəyirəm ifadəmdə, canımız çıxa-çıxa oxumuşuq. Və bunu universitet sənə pulsuz verirdi axırda. Məncə sizin fikriniz mənə aydın oldu, tələbələrdə aydın oldu ki, bu boşdur. İndi isə mənim həm elə bu sualın davamı kimi, həm də axırıncı sualımız kimi yekunlaşdırsaq, tələbələrə, gənclərə, bu sahəni bitirənlərə və yaxud qeyri-ixtisasdan gələnlər sizin kimi bildiyim qədər qeyri-ixtisasdan gəlmisiniz, layihə rəhbərini. Nə tövsiyələr verərsiniz? Bunları eləsələr, bu məsləhətləri eləsələr, gələcəkdə yüksək maaş əldə edə bilərlər, 10-15 və yaxud maksimal məbləğlər. Bundan əlavə yüksək karyera əldə edə bilərlər. Ən birinci öz işinizi sevin, təhsilinizə fikir verin. Universitet təhsili əlavə öz üzərinizdə işləmək, ixtisas artırmaq kurslarınız, daha çox dil bilikləri, daha çox proqramlara, işinizlə bağlı olan proqramlara, yəni TikTok proqramlarına yox təbii ki. O proqramlara üstünlük verin, onları öyrənin. Qabağınıza bir məqsəd qoyun həmişə. 5 il, 10 il, 20 illik daha öncəki bir məqsəd qoyun və mən o məqsədə hansı addımlarla getməliyəm. O məqsədə bayaq dediyim kimi mən bir vəzifəyə gələnə qədər dırnaqlarımla gəlmişdim o vəzifəyə. Oxuya-oxuya, işləyə-işləyə və ona görə də bu dəqiqə bu vəzifədə mənim tabeçiliyimdə olan işçilərimin işlə bağlı məni aldatma şansı sıfırdır. Mənim buraxdığım bir boşluğum yoxdur. Yəni daha yüksək vəzifəyə, daha yaxşı maaşa, daha gözəl bir iş üçün öz üzərinizdən işləyin. Mənim bir sözüm var idi, bir sərkərdə, mənim sözüm yox, yəni mən də oxumuşam, amma hər yerdə də deyirəm onu. Sərkərdə oğluna deyir, nə olmaq istəyirsən? Deyir, sənin kimi böyük sərkərdə olmaq istəyirəm. Atası gülür, deyir, niyə gülürsən? Deyir, ən maksimum sən əskər olasın. Deyir, niyə? Deyir, mən ömür boyu Allah olmaq istəmişəm, indi sərkərdəyim. Yəni, mən layihə rəhbəri olmaq istəyirəm kimi oxumayın. Bir şirkət rəhbəri olmaq kimi, nə bilim, hansısa bir böyük bir şirkətin CEO-su olmaq kimi, advisor kimi, sovetnik kimi, hansısa böyük bir konsorsiumların rəhbəri olmaq kimi tikintidə belə bir şeyləri fikirləşsəz, yavaş-yavaş üzərinizdə Bir də işləyəsiniz. mənim bir müddət oxuduğum müddətdə sosial həyatdan da biraz uzaq qalmaq lazımdır. Sosial həyatda seçsə belə, yəni vaxt itirəcəyi şeylər izləməsin. Məsələn, mən görürəm ki, YouTube-da, Instagramda, TikTokda və s. təhsillə bağlı nəsə paylaşanı izləyən az olur, məsələn 5-10 min var. Amma məsələn biraz etik səslənməsə də biraz düşük videolar daha çox izlənir. 100 min, 200 min. Bilmirəm niyəsə görə. Sonra insanlar deyir ki, iş tapa bilmirik. Sən özünü elmə ayırmırsan və yaxud da elm də olmasın, bir başqa inkişaf O elətdirəcək bizim şeylər. özümüzdən asılıdır. Oturub mən işdə zamanım olanda, indi bəlkə yoldaşlar baxırlarsa təsdiqləyə bilərlər. Mənim kənarda bir neçə kitablarım var. Layihə rəhbərliyinin insanlarla münasibəti, psixoloji şeylər. Mən özümün ən böyük minuslarımdan biri deyim, mən çox emosional bir adamam. Mən tez yanıram, tezdə söndürürəm. O layihə rəhbəri üçün çox böyük bir minusdur. Daha çox biraz politik olmaq lazımdır, biraz təmkinli və s. O da mən öz üzərimdə işləyirəm. İnsan öz üzərində, yəni mən də deyək obyekt vaxtıdır və yaxud hansısa bir zaman oturub TikToku fırlaya bilərəm. Mənim nə TikTokum yoxdur, nə Instagramım yoxdur. Məni bilənlər bilir, tanıyanlar bilir. Mən heç birində yoxam. Nə qeydiyyatım, nə bir şey, nə telefonlarımda heç bir yerdə. Ona ayıracağım vaxtı öz üzərimdə işləyirəm. Dediyim kimi mən qabağıma bir məqsəd qoymuşam. Mən özümü
50 yaşımda misal üçün harda görmək istəyirəm və ona da doğru gedirəm. Məqsədi qoyub ki, mən 50 yaşında burada olmaq istəyirəm. Bütün gün TikTokda otur, özünü aldadırsan, öz gələcəyini aldadırsan. Bu gün atanın, ananın verdiyi vəsaitlə, dostlarınla görüşürsən, oturursan, yeyirsən, içirsən. Amma həyatın acı reallığı var. Ata-ana bir gün yoxdur. Avropada o çox böyük plusdur. Biz valideyn olaraq, misal üçün, biz o emosiyanı qarşılaya bilmirik ki, uşaq oldu 18 yaşından sonra qoy çölə. Çölə qoy deyil. Uşağı qoy 18 yaşından sonra öz həyatına addım atsın. Bizdə o yoxdur. Ata-ana həmişə əlli övladın başının üstündədir. Ona görə də uşaq rahatdır. Baxır ki, atamın 30 yaşı var, babamın 60 yaşı var, 50 yaşı var. Hə, ata bir balaca sıxılan kimi babam yanındadır. Deməli sabah mən də sıxılanda atam yanımda olacaq. Ona görə də bütün gün TikTokdadır. Amma o yenə də o da ailədən gəlir. Yəni uşağa izah olunsa ki, bu gün mən varam, sabah yoxam və sabah sənin gələcəyin fərqli ola bilər, öz üzərində çalışa bilərsən. Onun üçün məncə öz üzərində işləmək, TikTokdur, WhatsApp statuslar. Adamlar baxıram ki, işi bir yerdə oturur status, hamının statusuna baxır. Yəni ona ayıracağım vaxtı öz üzərində işlə hansısa bir sənədi, hansısa bir professional bir layihə rəhbəri olmaq üçün YouTube-a da baxmaq olar. Bax YouTube-dakı professional layihə rəhbəri olmaq üçün hansı proqramlar lazımdır, hansı kurslar lazımdır. Qoy baxsın ona. O da olar, amma qərarında. Məncə mən sizin belə fikirləriniz aydın oldu. Artıq bir çox gənc də məncə bundan sonra dərs də götürər ki, yəni vaxtın çoxunu sosial yox, elmə yönəlsin. Elmdə olmasa özü inkişafa yönəlsin. Elmə yönəlsin, özünü inkişaf etdirsin, öz üzərində işləsin. Praktikaya gələn yoldaşlar da 6-0-0 oldu praktikadan. Olacaq 4-cü kurs tələbələrimiz var hamımızın. Yəni praktikada bu sözün adı praktikadır. Sən gəlmisən burada nəsə öyrənməyə. Sözün həqiqi mənası, yaxşı mənada nəsə oğurlamağa gəlmisən burada, bilik oğurlamağa. Sahədə fəhlə tutdun, fəhlədən nəsə oğurla, prorab tutdun, prorabdan, layihə rəhbərindən, mühəndisdən. Bu necə olur? Niyə bu? Ən gözəl söz mən hər iki övladıma onu öyrətmişəm. Dayanmadan dedim o sualı mənə verin. Niyə sualıdır? Nə olur olsun niyə? Svay vurulub, niyə? Armatur var, niyə? Beton verildi, niyə? Şveller atıldı, niyə? Və niyə sualının cavabında sənin praktika rəhbərin bunu sənə izah eləyəcək. Bu səbəbdən və inan ki, nəsə qazanarsınız orada. Təşəkkürlər mənim Sizə çox sağ olun. fikirlərinizin. Birincisi burada görməkdən xoş oldu, həm də məncə izləyicilər də bir çox şey öyrəndilər. Bu günlük bu qədər. Qismət olarsa sizinlə bir real iş mühitində çəkərik. Olar, Ki, inşallah. real gündəlik nə işlər görürlər, o haqqda bir məlumatlı olaraq. Bu günlük bu qədər. Sizə Mənim təşəkkür sizi burada edirəm. görmək xoşdur. Qarşılıqlıdır. Sizə Təşəkkürlər. təşəkkür edirəm dəvətiniz üçün. İnşallah ən azından nəsə bir şey öyrədə bildim. Mən də çox şey öyrəndim, həm də öyrətdi belə deyim. Bugünkü qonağımız Ağamalı Qurbanov oldu. Həm inşaat mühəndisliyi, həmçinin layihələrin idarə edilməsi, layihə rəhbəri necə olmaq olar, o haqqda danışdıq. Məncə bir çox məlumat əldə elədiniz. Bu günlük bu qədər. Növbəti videoda görüşənədək.